Salam əziz izləyicilər. Bu gün sizə mətbəximizdə sadə bir ədviyyat kimi dayanan, əslində isə apteklərdə satılan onlarla dərmandan daha güclü olan bir möcüzədən danışacağam. Mixəydən. Forması kiçik bir mismara bənzəsə də, bu bitki əsrlər boyu romanların ən birinci şəfa mənbəyi olub. Bəs hər gün sadəcə 2 ədəd mixək çeynəməyin bədəninizdə hansı gizli funksiyaları hərəkətə gətirdiyini bilirsinizmi? Gəlin bu kiçik gönçənin böyük sirlərini birlikdə kəşf edək. Yəqin ki, bir çoxunuz dişiniz ağrıyanda böyüklərdən 2 ədəd mixək çeynə ağrısı kəsiləcək sözünü eşitmisiniz. Bu tamamilə elmi bir faktdır. Mixək yağı və gönçəsi güclü keydici xüsusiyyətə malikdir. O həm ağrını dərhal kəsir, həm də ağız boşluğundakı zərərli bakteriyaları məhv edərək pis qoxuları aradan qaldırır. Kimyəvi ağız yaxalama mayeəsindən qat-qat daha təsirlidir. Mixək təbiətin bizə verdiyi həm də gigiyenik bir vasitədir. Bundan əlavə, mixəyin tərkibində güclü evgenol maddəsi vardır ki, o da bədənimizdəki qocalma prosesini ləngidir və hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Elmi araşdırmalar göstərir ki, mixək bədəndəki gizli iltihabları belə qurudur və gələcəkdə yarana bilən xroniki xəstəliklərin qarşısını indidən alır. Mixəyin digər ən güclü xüsusiyyətlərindən biri də onun mədə möhkəmləndirici və həzm sürətləndirici olmasıdır. Əgər yeməkdən sonra mədənizdə ağırlıq, köp və ya qaz yaranırsa, çarəniz yenə mixəydədir. O həzm fermentlərinin ifrazını artıraraq bədənin qidanı daha rahat mənimsəməsini təmin edir. Ən maraqlısı isə budur ki, mixək mədənin daxili divarını qoruyur, xüsusilə selikli qişanı qalınlaşdırır. Bu isə o deməkdir ki, o sizi qastrit və mədə xorası kimi ağrılı problemlərdən qoruyur. Biz bilirik ki, qaraciyərimiz bədənimizin filtr sistemidir və gün ərzində yüzlərlə toksini təmizləməyə çalışır. Mixəyin tərkibindəki aktiv birləşmələr qaraciyər hüceyrələrinin yenilənməsini sürətləndirir. O, qaraciyər piyələnməsinə qarşı mübarizə aparır və mühüm orqanın işini yüngülləşdirir. Hər səhər ac qarnına mixəyli su qəbul etmək qaraciyərinizə edə biləcəyiniz ən böyük yaxşılıqdır. O, həm də diyet saxlayanlar, pəhriz saxlayanlar üçün də güclü bir bitkidir. Belə ki, o, metabolizmanı sürətləndirərək daha tez arıqlamağınıza yardım edir. Belə ki, yaşlandıqca sümüklərin zəifləməsi və sümük əriməsi kimi bir çox insanın qorxulu yuxusuna çevrilən osteoporoz xəstəliyi. Mixək, sümük toxumasının formalaşması üçün həyati vacib olan manqan elementi ilə zəngindir. O da ki, bu xəstəliyin qarşısını alır. O, oynaqları gücləndirir, sümüklərin sıxlığını artırır və hərəkət sisteminizi gənc saxlayır. Mixək, fəsil dəyişikliklərində yaranan öskürək, bronxit və tənəffüs yolları infeksiyalarına qarşı da əvəzedilməz bir vasitədir. O, nəfəs yollarını açır və asma simptomlarını yüngülləşdirir. Bəs bu faydalı olan mixəydən maksimum nə qədər və necə istifadə etmək olar? Gün ərzində 1 və ya 2 ədəd quru mixəydən istifadə edə bilərsiniz. Belə ki, onu yavaş-yavaş çeynəyə bilərsiniz və yaxud da ondan üzərinə qaynar su tökərək dəmləmə edə bilərsiniz. Onu qaynatmaq olmaz və yaxud da ki, çox qaynar su ilə istifadə etmək olmaz. Çünki bu halda tərkibində olan maddələr məhv olur və öz dəyərini itirmiş olur. Hər bir faydalı bir bitkinin faydası olduğu qədər ziyanları da vardır. Belə ki, mixəyi də həddindən artıq istifadə etmək mədəni yorur və əks təsiri göstərə bilər. Gün ərzində bir neçə dənə istifadə etmək tamamilə yetərlidir. Video sizə faydalı olursa kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Sağlam qalın.